Baxın, bu zərləri, sonra mıncıqları, hamısını, bulyonkaları, hamısını Cornell Shop'da əldə edə bilərsiniz, yığdıq. Keçirəm indi şariklərə. Şarikləri mən bundan xoşlayıram, çünki qəşəng götürür. Oy, bir dənə bunu belə fırladaq. Baxın. İçinə çox da qoymuram. Yəni normada. Nə qədər normada olsa o qədər qəşəngdir. Yəni. Bir balaca gel qoyacağım. Səbəbi var, amma demirəm. Deyirəm axı, mən deyirəm, amma hər şey demirəm. Niyə bunu qoydum demirəm, amma qoyuram. Və keçirəm digər bulyonkalara. Burada olacaq açıq rənglər. Qalan incəlikləri kursa gələndə biləcəksiniz. Ekranı bəyənin. Arasında ağı da atırsan. Qızılını da atırsan. Deyəm. Olur ki, hamısı bir yerə düşür, ayırıram mən. Ki, hər yerdə eyni görsənsin. Baxın. Bir dənə də biraz da bura. Baxaq. Əla. Belə bir şey. Getdi qurumağa. Birinci bu 5'ini işləyək. Sonra keçiyor öbürsünə. Yenə də bir balaca geldən əlavə edirəm. Ekranı bəyənək. Bir də ki, çox olmağı da bir şey deyil. Məsləhət deyil ki, siz çox zər qoyasınız. Mənim telefonumda zərət qazda ola bilər ki, sönsün. Sönsə üzürlü sayarsınız. Hara kimi baxa bilirsiniz, baxın. Prosta ekranı bəyənin. Baxın, yazdıqlarınıza cavab verə bilmirəm indi. Ona görə məndən küsməyin, inciməyin. Sadəcə olaraq bəyənin. Yaxşı qızlar. Getdi qurumağa. Ekranı bəyənək. Suallarınızı birazdan oxuyacağım qızlar. Üzürlü sayın, amma birazdan yaxşı. Çünki mən də deyirəm, çalışıram ki, tez bitirəm. Sizə də tez-tez işləməyə göstərim. Bu saat yazılara baxsam, mənim işim qalacaq qıraqda. Sonra deyirsiniz ki, Arzu xanım, niyə gec işləyirsiniz? Başa sala bilmirəm ki, suallarınıza cavab verirəm ona görə. Ay, bunu necə sevməmək olar? Bunu hansı deməyim də. Hansı paxıllar bu cür dırnaqları xoşlamır?
Baxın, bu vыкladnoy French'in yığılışıdır da. Yəni dedim, vыкladnoy yığırıq biz. Yəni içində şarikli, malikli belə bir şey. Və ürəkli, mürəkli, yəni iki qat yığım gedir də, yəni bu. Elə işi çətin olduğuna görə və materialları baha olduğuna görə bu işin qiyməti həmişə baha olub. Bu yaxınlarda R&B TV-dən bilmirəm kim baxmadı, çəkilişə gəlmişlər, yenə də intervyu götürdülər. Yəni bu birinci dəfə deyil də televiziyadan gəlib məndən intervyu götürürlər. Sırf dırnaq materiallarına aid və dırnaq qiymətlərinə aid. Və mən orada da bildirdim. Hansısa bir müştəri gəlib bahalı dırnağı ucuz istəyə bilməz. Çünki burada əziyyət var da. Biz adicə salfetkaya belə pul veririk. Və vaxt aparır. Görürsünüz nə qədər adamın vaxtını alır dırnaq yığmaq. Hər hansısa müştəri sizə əgər o pulu vermirsə, işləməyə dəyməz. Çünki bunun materialı doğrudan da bahadır, işi əziyyətdir. Biz dırnaq ustaları nə qədər toz uduruq, özümüzə ziyan eləyirik. Samirə gəlsəydi, biraz kimisə lağa qoyardı, gülərdik. Getdi ora saçına, qoydu bizə tək tənha. Şimdi arasına gümüşü rəngini atıram ki daha qəşəng görsənsin. Keçirik ikinci 5 barmağa. Ekranı bəyənəyin qızlar. Bu çeçələ bu dırnaqların bizə biraz əziyyət verəcək. Ona görə çeçilənin işləmə qaydasına mütləq baxın bu formalarda. Ekranı da bəyənməyi unutmayın. Hörmət hörmətə bağlıdır qızlar, ekranı bəyənin. Telefon sönsə zərfəyə qoyub açacağım, narahat olmayın. Qoy görüm nə qədərdir zərətkam mənim. 19 var hələ, 19 var. 19% də çatar məncə. Hər iki dırnağı yığmağıma çatar. Mənim fikrimcə, indi bilmirəm necə olacaq. Məncə iPhone məni heç vaxt yarı yolda qoymayıb. Yəqin ki bugün də yarı yolda qoymaz. Ekranı bəyənək. Oy, çeçili bizə əziyyət verəcək. Bəri başdan deyirəm, biləsiz. Yenə də başlayıram birinci ürəkləri yığmağa. Ürəkləri üçün məncə bu daha yaxşıdır. Ürəklər biraz adama əsəb verir. Çünki yerində tərpənmir də. Əziyyətlə tərpənirlər. Ona görə mən çalışıram. Ürəkləri çubuqla qoyum. Küçük əziyyətli işdir bu ürək. Ürək də dözmür. Samirənin ağzı isti yerdədir. Bax, gedib orada deyinir.
Uşaqlar ekranı bəyənək. Birazdan komentaryalara baxacağım. Bir dənə tez bunları yığım. Çünki çox az işim qaldı. Bir dənə qalır içini üzərindən doldurmaq. Все. Yenə də qayıdıram bulyonkalarıma. Kutikula ətrafa atmalar niyə olur yazan xanım? Göz ucu baxanda gördüm sizi. Kutikula ətrafa atmalar gel kutikulaya toxunanda olur. Yəni siz ya dərin manikürü düzgün eləmişsiniz ya da ki geli kutikulaya toxundurursunuz. Bizə çiçilidir. Çiçili dırnaqlara böyük şariklər məsləhət görmürəm. Niyə görmürəm? Onu da kursa başa salıram. Nичего, bəyən. Xoşva gələcək. Boy qaraçı gəlir astıyam. Boy qaraçı gəlir astıyam. My God. Aspro ne sur? Ay bacı, kazanalım. Sən başın üçün istedi bura gel. Canlı enerji değil. Kimə xoş deyil, çölə çıxa bilər. Elimde bazen insan saçımı kirkeşin oldum öyle. Baxın. Sanki ne güzel oldum ağzım. Ayaklarım kız gelmişti. Allah kirkeşirleşmedi. Sən bu komentaryaların olmuyor da. Yedim hay kraskiya. Veriyorum bana. Ondakine dövmesi lazım. Onda özüm kimi ejdaha. Ah, medalları koyuyorum dövüfler. Dedim də bayaqdan deyirəm ki, bu qaraçı gəlsəydi biraz gülərdik. Koyuyorum sahne dövüfler orada. Minutочку. İşte başlayırıq deyib gülməyə qızlara. Ondan qabaq deyəm bir dəqiqə. Ondan qabaq oxu da yazılanlar. Ay Allah. Все. Kalbişkalar, sedişkalar nə yazmışdırsa təzdən yazın, hamısını oxuyub cavab verəcək. Çünki bu qaraçı gəldisə oxuyacaq, sonra mən itirəcəm sizin yazdıqlarınızı. Üzürlü sayınday. Bax, kim nə yazmışdırsa təzdən yazsın. Minutочку. Cəmaətə əziyyətə salma, mən oxuyacağım. Minutочку. Səndə o əvvəlki yazılar qalıb ki, səndə qalmayıb baxı. Sən görüm, Çıxmışdın sən? sən xo dünya almır bu. Hə. Tam çıxmışdın, yoxsa canlıda idin çıxanda? Deyir ki, gel neçə saniyə qurudursun. 30-60 saniyə. Onu çitat eləmisən. Yox. Gelin rəngin dəyişməsi aparatdan ola bilər. Çitat eləmisən onu. Aparatdan yox, gelin keyfiyyətsizliyindəndir. Bəli. Siz yəqin diamond işlədirsiniz. Ekrana bəyəni. Onu oxuyacağım, sizə məsləhətlərimi də verəcəm mən. Dırnaqla bağlı. Gəldi həyasız deyən. Da. 10 milyondur tıklamam da. Hansı üst forma qəlb yaxşıdır? Qəlb nədir? Qəlb deyil əzim, o üst formadır. Üst forma ilə qəlb eyni şey deyil. Qəlb başqa şey deyil. Az qəlb o tortun içinə, tortu qoyurlar, şey eləmirlər. Hansısa dırnaq arası dırnaq ustası qəlb deyib buna. Başlayıb hamı qəlb deməyə. Qəlb deyil. Nə deyib? Yox.
Bilmirəm kim deyib. O da ondan sonra başlayıb deməyə. Qəlb deyil, üst formada. Verxniyə forma. Azərbaycanla tərcüməyin üst forma gedir bu. Yəni o qəlb getmir. Müştəri qohumdur. Yox, Yox. Kadruqa. Ev yıxan qızdır. Cəmilə mağazinin sahibidir. Bəli, Cəmilə xanım özü istehsal edir bunları. Elə bazı. Da bacı. Ha, Furnet Shop da özü istehsal edir o da. Bu idi. Harvalla düzəldirlər, yoxsa harda? Yox, onlar yaxşı yerdə düzəldilər. Yox, onlar... Nə bilim, mən o sualları vermirəm axı. Cəmaatın biznesinə burnumu soxmuram. Biz Moskvada araq düzəldirdik atayla. Çək getdi. Samir gedirsən? Sen çıkarsan. Nədə adı? Bəs Agil də ki burada olacaq. Burada hemen prosta bir tarafta. Tamam. Pulal əldədir, Zenfra demişəm. Hə. Birimiz şılanq tuturduq, arağı süzürdük. Birimiz üstünün naklenkasını yapışdırırdıq, canım atam. Görsən. Şeylərlə məşğul. Görsən nə Geli pis göstərim işlərlə. zəhmət olmasa. Xanım işləyir axı. Hansı geli göstərim? Heç özü də bilmir. Ay, indi baxın. İstəyirəm görəsiz bu gözəlliyi. Döyün, medallar da döyün. Qəşəng oldu. Məncə sizi bilmirəm. Amma mənim dırnaqlarımdan olacaq da. Yəni uzun sözün cınqılısı. Ağ itkin nədir? Hı? Ağ itkin yazır. Mən kofo istəyirəm. Kofo istəyirsən gedin də özün süzgünə. Bax Samir. Ay Samir. Samirin karın ağına getdi. Git bax gör çıxdı, çıxmadısa Asla kabı tıqqıları düşdü. sana. Bax getmir. Ağır edin ki. Heç nə deyəcəydim, kofe düzəldəcəkdim bizə. Gözəlim neçə hazırlayırsın sən gələn ha? Samirə, o da gərək canını saxlayım axı. Sən ölürsən, qaçıb çağırsan arxasıca. Gözəlim neçə hazırlayırsınız? Qiymətlərlə bağlı WhatsApp nömrəmiz səhifədə var quzum. Oraya yazın, orada deyəcəm. Onlar kimi satılıyor? Nə bacı? İski geli. İski geli nədir? Sidingel demək istəyir bəlkə. Nə deyirsən ay Habil? Nə? Halid İbrahim. Xanımlar, sözləri düzgün yazın. Xahiş edirəm. Nəyi hazır olarkən soruşdunuz xanım? Nəyinə lazımdır? İşini gör, tez elə. Saat 12 oldu. Bənzər bir dəqiqə canlıya girəcəm. Mən sənin canlarını oxumayacağım. Oturub səyə kimi hər gün ona baxıram. İtki geli. Bəzələri dostluq atacağım, qoşulacağım onun İtki geli canlısına. nədir? Hə? İtki geli. İtki geli, o nə deməkdir? Mən də bilmirəm. Peki. Bacı, onlar Azərbaycan dilində yazasam mən də başa düşüm. Bəlkə onda mika buraxır. Sən niyə o adını çəkirsən? Simli gel. Simli gel nədir? Zərli geli deyir. Hangisi? Bu məndəki, özüm Öz düzəltmişəm. qarı var bacım. Zərli geli deyir. Bunu özüm düzəltmişəm quzum. Yandır onu, kutuza qoy. Oy. Yurduz qızlar məni bəyənmirsiniz. Çox sual verirsiniz. İşləyən məndən, yorulan bu da qızlar. Siz mi yaptınız demək istəyir? Hə, mən elədim. Üç forma bir günə öyrənmək olar. Bənə para. Yox, 2 günə. Para günədir. 2 günə tam Aydan öyrənəcəksiniz. çaydan qədər yoxsan. Az yaxşı, ay Allah. Sən bu qızlardan nə istəyirsən? Bir qız gəldi. Bütün mənim tələbələrimi yub sərir. Bir qız gəlmişdi Ülviyə. Birdən-birə sıfırımı öyrənmək istəyirdi. Sıfırdan gəlib. Dedim, ya sən bir növrəni qoymamış. Hara gezdən ha bala. Var idi. Açgülü qız yadında. Bax, bəlkə indi məni izləyir o qız. Sən mənim tələbələrimdən nə istəyirsən? İncidi, sonra bacı olduq. Hə, ola bilməz. Yəni bacı pozitiv qızdır. Diamond'un topu neçəyə də? Xanım, biz Diamond işlətmirik. Onlar
Ahvalda düzəlir. Quzum, biz Diamondla işləmirik. Çünki gelləri əvvəlki kimi keyfiyyətli gəlmir. Firmadır. Tipsi şeydir, Camilla. Cəmlə. Üst formada tipsi deyil. Ağ geli deyirəm. Nə? Bu bacı kimdirsə Türk kardeşimizdir. Ben de üst formla yapıyorum. Kenarları çok ince oluyor. Ne yapayalım diyor. Kursuma gəl, mənim balam, örgədim, yola salım. Belki parası yoktur. Mən pulsuz heç kimə məsləhət vermirəm. Bəs niye burada verirsən pulsuz? Burada mən pulsuz heç kimə heç nə vermirəm, bu bir. İkincisi də ki, canlıda prosta işimi göstərəm, incəlikləri başa salmıram. Kimə nə çatır eləyir. Yəni mənim əllərim, yəni mənim dırnaqlarım artıq bir aydan çox, bir ay var, yoxsa çoxdur bilmirəm. Ofşum, orada düzəltdiyim günü dırnaqlarımı paylaşmamışam da, bir gün sonra paylaşmışam. Görürsüz, sınsa belə sədəfimdən bir yerdə dırnağımı da aparır. Çünki qıraq hissələri çox bərkdir dırnağımın. Keyfiyyətli yığıram. Bax, bu dırnağın uzunluğu görürsüz nə boydadır? Bax, bu qədərdir. Görürsüz, heç bir yanından, heç yerindən, görürsüz, heç yerindən çatı falan yoxdur. Və bu dırnağım da görürsüz sınıbdır. 3-4 gün, 4 gün bundan qabaq sınıbdır. Hələ də baş sağalmayıb, qanlıdır. Bu uca sağalıbdır. Sınanda dırnağımın yarısını apardı. Amma buralardan sınmır. Çünki bu hissəni keyfiyyətli yığıram. O cür keyfiyyətli yığmaq istəyirsinizsə, gəlib mənim kursuma keçə bilərsiniz, kursuma. Ben niye sındırmışsın? Da divara çırpanda neynəsin? Bu gelin tərkibində axı dəmir yoxdur. Parmağınızı çırpmışsınız. Bəli, remont eləyirdim. Əlimi Kimi remont ediyordu? evdə remont eləyirdim. Ya? Hamam tualetdə problem var idi ona görə. Dırnağını niye çırptın? Yıxıldım. Ha, elə biləm əsəbləşib siz Ay qızı, yox. divara vurmuşsunuz yeznə Yox. kimi. Bunu necə sındırmışsınız? İkisini də eyni. Yo, ikisi də eyni olmuyor. Birini divara çırpmışam. Birini də başınıza yoksa Yox, biri də maşının qapısının arasında. qalıb. Da, как всегда. Elə Ayşe. Gəldi. Rüzgarı. Gəldi Çiləli Ayşe. Bunu çırpmışam divara və bu çırpıldı divara çünki Dilim çırpılsın, divara tez elə. Dilim qalsın qapının arasında. Az örgetdanı ölüb gedəsən dana. Bari deyasınlar ki, rəhmətli yaşayır. öyrətdiklərim o qədər dedilər. Altından qoy yaxşı sözlər yazsınlar. Mən ümumiyyətlə birincisi ölmək fikrim Qoy yoxdur. deməsinlər, mundar idi. Hə, qoy desinlər ev yox. Amma qəşəng gedirsiniz formaları. Sarı geldi. Yox, sarı gildi, özüm düzəltmişəm. Sarışınım. Sadəcə olaraq baxın, görün necə fərqli parıldayır. Çox fərqlidir. Mən xoşlayıram. Sizin əlləri qızıldı da. Ay Allah, bir nəfərin dırnaqları Ben indi sizin keçən. diyor bazı kelimelerinizi anlamıyorum. Türkiye demişsiniz. Aa, Yok, hanımefendi, Azerbaycan'da. Biz Azerbaycan'dayız. Aa. Siz Türkler bizim Azeri dilini bilmiyorsunuz ama bizde çocuktan büyüğe herkes Türkçe konuşuyor. Yo, bilirlər, prosta nədir? Bilmiyorlar. Ben ne kadar soru soruyorum, bilmiyorlar Azerice. Azeri şarkılarını da bilmiyorlar. Fikir versən canım. Ya. Pravda сказать edirəm. Nə gözəl pozitiv xanımsınız. Sağ olayın Nur bacı. Baxa bilərəm gələ. Послушай, если они не говорят на Азербайджан, ты зачем здесь сидишь и говоришь на турецком? Я не поняла. Да, с тобой. Просто не хочу обижать никого. Почему ты говоришь на их языках? Neyli xizqa nə də? На их языках почему говоришь? Öz dilimdə nə danışmıram? Da. Danışıram da lazım gəzə rusca danışıram. Hər şeyi bilirəm. Zəri nədir içinə çəkdiyiniz? Düzəltdiyim zərli geldi. Sement. Yine yaradır gözəllik. Ani zato znayt ruski. Təşəkkür edirəm Binəqədi bacı. Mənə dedi yaz. Sən demədi, onları deyir. Küçük bilirəm. Soru sormuştum. Eğitime gel dediniz. Gelemem ki. Ne yapalım Ayşe abla? Çileli Ayşe. Bakın gelir. Ayşə dikadı, yoxsa Az mühtaşırsan? yok özümə deyirəm. Çile rüzgarı. Sen sor. Ben kendi bildiklerimden sana öğreteceğim. Gidip herkesin Ayşə idi, qızmandı. Bilmirəm adı nədir. Xanım, siz bizim onlayn kursumuza da qoşula bilərsiniz. bir Azerbaycanca. Türkçe konuş. Geliyorum gidiyorum diye. Bizdə eğitim, yəni
belə deyək, onlayn şəkildə də olur. Ki, Olmur, olmur da olmur Güya demirəm. yaxşılıq aparacağıq. Eşitdin az. Cavabını ver şəkər. Şeyx neydi adı? Şəkər. Şeyx Al Faruk. Çox sağ olun. Az elə biləm elə şəkəri söyləyir. Yo. Üst forma kursunun qiymətini deyə bilərsiniz. Qiymətlərlə bağlı WhatsApp nömrəmizə yazın qızlar. Sement. Onu qurmağa qorxusu. Zər. Zər qatmışam. Bu qız prosta deyib güləndi. Hər şey bir söz. Qurmağa qorxdun. Hə, quruyur. Quruyur. Ay bacı vardı belə zərli geylər. Kabak. Yox, belə zərli deyil, amma zərli var. Sırf belə zərli olmur. Çünki bunun içində mən çox şeylər qatmışam və bunun zərini heç bir gel vermir qızlar. Bu xanımın texnikasıdır. Bunun içində olan komponentlər belə deyim, biraz bahalıdır. O geli deyir ki, sadə geli deyir. Siz xanım siz. Onu deyir o. Bilmirəm. Adi geldi də, besvetный geldi. Salam tipsin qabını göstərə bilərsiniz. Ay bacı, cəmlədir, cəmlə. Cəmlə deyil, Kamilladır. Çuşuçka 100 dəfə dedim. Cəmlət dana. Deyil, onun zakazını gətirən Cəmilə xanımdır, amma o demək deyil ki, onu sən Cəmilə deyəcəksən. Kamilla qoyub adına. Cəmlə də kamilət dana. Az deyil, bəsdir. Minutочку. Sən gözlürsən ki, mən canlıda səni söyüm. Bu tırnaqlar Türkiyədə nə qədərə yaparlar? Pahalı. Türkiyədə hər şey pahalı. Nə bilim quzum, mən öz pulumla deyə bilərəm. Bizim Azərbaycan pulundan hardasa yəqin ki 120, 130, bəlkə də baha. Özbək aşı. Dollarla belə deyim də, hardasa bir 100 dollara gedər. 90 dollar, 80 dollar. Deyir Özbək aşı bir. Ay qız yadıma salma. Nə deməkdir o? Bayaq deyir ki, aş bişirirsən arzu. Qarışdırırdım, canlıda göstərdim. Axı gelin yığılmam. Sağ sözsün. Az yox mənim nəyimizə soxacaq. Ya. Alınmadı bacı. Yox. İçində yaxşı. Getdi oxşadı nənəsinə. Düzət də teli görək. Ay xanım, qıraq deyir ki, görməyəsiz sirləri. Lampanı niyə söndürürsünüz? Yandır. Çünki lampaların içində yağ olur. Bu lampaların hamısının içində yağ var. Təkcə bu lampa deyil, stol üstü olan lampalarda və o lampalar yandıqca o yağ azalır və azaldıqca lampa keyfiyyətini itirir. Ona görə lampanı uzun müddət yanlı saxlamaq olmaz. Söndür bunu. Yəni lampaların içində yağ var. Lampa yandıqca o yağ qutarır. Yəni lampa alanda İstəyirsinizsə ki, sizdə uzun müddət həmin o lampa keyfiyyətlə işləsin, çalışın, çox yanlı saxlamayın. Misal üçün, dırnaqlar qurudu, təzdən lampaya salmağa çalışmayın. Deyir, çıxaq canlıdan heç nə görsənmir. Lazım olan şeylər göstərirəm, da incəlikləri göstərmirəm də əzizim. Xoş deyilsə çıxa bilərsən. Yəni, daha hər şey göstərsəm, mənə kimlə çox sağ ol deyir ki, kursum var, gəlin hər şeyi orada dəqiq gör gəlin. Qədər izləmişik. Üzləmiş üstünə yapışdırıram da. Düz deyir, stol üstü lampanı söndürəndə çox gedir. Yəni lampanın içində yağ var. O yağ bitdikdə lampa keyfiyyətini itirir və istəyirsinizsə ki, lampa sizə uzun müddət qulluq eləsin, yanlı saxlamayın sadəcə olaraq. Hə. Deyir, onları bilirik də. Sabrina da deyir ki, tostlarına baxmaq məcburiyyətindəyik. Harda yazıb? Kim yazıb? Hə, tostlarına Sabrina məcbur deyilsən, çıxa bilərsən əslən. Gətir. Çünki səni bilirəm axı. Yəni məcbur deyilsən, çıxa bilərsən. Mən səni orada saxlamıram. Bu soldur. Üst forma soldur da. Cəmlə. 8. Bilmədim. Sabrina deyir, Xodda. Bilmədim də. Yəni, demək istəyirəm ki, tostlarına baxırıq. Nəyə görə tostlarına? Əzizim, xoş deyil, çıxa bilərsən. Mən səni məcbur eləmirəm axı. Demədim, arzu deyir. Söndür. Bir çıx. Deyəm, bir damcı bunu belə çəkin ki, yapışdırmağı görmürlər. Niyə demirsən yapışdırmağı görmürlər? Davay, yandır. Mənə nəyim lazımdır? Çox sanıya. Birinci üstdən çəkəsiz. Hə? Birinci üstdən çəkəsiz deyir. Da. Fırla. Qurbağa da qoy dana. Yeri hoppa naz. Qurbağa da qoy. Bu saat. Oh my god. Söndür.
Aslında olar razı ölüb gedəsən ana. Mənim hələ ölmək fikrim yoxdur. Canlılarda saat dua eləyim. Niyə elə belə eləyə bilmirsən? Gəl canlıdan. Xəstədir. Niyə burada dua eləyə bilmirsən bacı? Gəl canlıdan. Xətaydan çıxıb Nərmanovdadır bacı. Hə, Xətaydan çıxmışam, Nərmanov tərəfdə işləyirəm. Mən bu boyda dırnaqla nətər yuyunacam? Fırla. Sən qaşıyırsan yunanda. Qaşıma. Yandır, çox tərbiyəsizsən. Hansı üst formadır? Kamilla. Fırlasa. Cəmilə, Söndür. 50 dəfə dedim ya. Söndür. Nədir bu? 7-də, hə. 7 nənəm əldən getdi. Mənim dırnaqlarım kimi dırnaqlar olacaq sonda. Ona görə izləmədə qalın. O ilə gödəldəcəm şey. Özün bil, əsas odur mənim yanımda gödəltmirsən. İstərsən gödəlt, istərsən gödəltmə, o mənə dəxlisi yoxdur. Mən sənə dedim ki, əzizim, bu dırnaqlar uzun olacaq. Çünki bu qısalıq sevmir. Sən nə dedin? Dedin ki, elə. İndi özün bil, istərsən gödəlt, istərsən gödəltmə. Görəndən sonra bazın dırnağı gödəldərsən. Sən başın üçün, işim gücüm qutarıb gecəm bu vaxtda elə bir oturub sən üçün dırnaq gödəldəcəm. Mən deyirəm ki, özüm eləmişəm. Şəffaf geli obşi dırnağın içine çəkib yığdı zərləri. Yox, uc hissəsini. Azda halım enerjim apardı. Hamını maraqlandıran o sualı xanım özü özünə verir. Gəl. Minin dedi az. Gəl. Gəl. Nalis. Gəl. Nalis. Deyək, bax belə deyəm. Çünki bu orta parmağın çox ərdir. Mən sən deyəndə yandır, indi yox. Bulanıqdır deyir. Düzəldəcəm indi. Zakaz yuxarıdan gəldi. Xodla. Bir dənə ürək qalxmaya tıklanırlar. Ekran beğenin uşaqlar. Yuyunmaq söhbəti uzun dırnaqlarla. Hə. Sən deyir, mən yox. Mənə demir, sən dedin. Fırla. Sən bu əyrimçə dırnağın bizi bezdirdi dayı. Bir dəfə mənə bir uzun dırnaq yığmışdın. Hansı dəfə olub, həmişə elə uzun yığmışam. Cırdısa. Söndür. Hangi Söndür. nətər gödəldim sən? Dedim elə bu çöp aşağı düz deyil. Ki bu boyda dırnaqla ağarır. Dırnaqla ağarır. Dırnaqla ağarır. Hə, düzəldi səsdə, görüntüdə. Xodda. Süper dişiniz. Kvadrat forması hansı firma yaxşıdır üst forma? Məndə quzum hamısı var. Fox'dan var, Sal Molekula var, Sal aparata, Camilla var, sonra Ready to go var. Hamısı var. Bura qoy soruşmasınlar bana. Niyə yığmalıyam? Məncə belə qəşəngdən. Enerji mal deyilsən izləyicilərin. Dumanlı görsənmir indi. Yox, gəl. Hə, yox, hələ qalsın, qoy bir dənə doldurum içini. Sonra 7, 8. 8 də bu. Az bu 8-ləri ara qoymuşam. Səki boş pişirəcək. 7. 8 yoxdur. Bax. Adə dənəvi tikilsin. Neçə dırnaq ora qoymuşam? 3 dənə. 3, 4, 5, 6, 7, 8, 9. Bir an bəs. Arası girib yəqin. Hə, burada da. Nə vaxt korreksiya edəcəksiniz? Az bir hələ bəlkə getdim öldüm. Səndə o potensialı görmürəm. Bəlkə sən deyir az hava verir. Yəni səndə ölmək potensialını görmürəm. Sən deyir, mən demirəm. Mən Bunu söküb korreksiya edəsən, hə? sökəcəm, bir müddət qısa dırnaq eləyəcəm. Çünki indi hal-hazırda modda... Yox, bəlkə də elə uzun elədim. Yəni bu ilin də bir əl işləri dizaynlardır. Akvareldir, çəkimlərdir. Mən akvarel və yaxud da ki, əl çəkimləri dizaynlar eləyəcəm özümə də. Səs ay yaltaqlanır. Nə deyir? Deyir, arzumu deyirəm. Arzu deyənmir. Niyə yaltaqlanır ki? Bəlkə mənə çox istəyir. Gəl. Bilirsən nəyə oxşadı? Bu Nika yoxdur, Nigar. Çıxıb verib. Çıxır deyir hər şey. Elə bilirsən ki, səni çox istəyirlər. Hamı səni yaltaqlanır. Niyə elə bilirsən təkcə səni çox istəyə bilərlər? Məni çox istəyə bilməzlər. O. Özümə deyim.
Mənə səs atıb, özdəki əriməyib neçə dəqiqəlik səsləyir. Elə bilirsən ki, hamı səni çox istəyir, heç kəs səni çox istəmir. Hamı yaltaqlanır ki, sən onlara hər şey deyəsən. Niyə? Elə bilirsən təkcə səni çox istəyirlər. Davay xodda. Bir soru sor. Danışaq cı deyə. Abla, sen benim başımı kattın kafama. Sağ. Burada ikimiz de çileli Ayşeleriz. Sonra da Söndür. çekeceğiz. Zazada gebeleye. Ahırını gözlüğünden neticə. Söndür də bacı, söndür. Enerjim apardılar ya. Vidiş. Moş bu çitat eləməyəsən. Ağla deyirəm. O ürəyindən ona bax. Qıyvat qıraqdana biraz. Saat 1'e. Uuu, az hələ bir şey, qurbağa çəkdən ha. Az buralarda ol yenə qurbağa çək. Bu boyda dizayn elədim də. İndi bir dənə qurbağa qoymursan. Onu əvvəlcədən deyərdim, bir dırnağını zər yığmasın. Zər yığmışam. Gedişlə məşğul ol. Bilməmişdim. O boyda əziyyət çəkəcəm, bir qurbağa da çəkəcəm. Oxu görək nə var, nə yox. Heç nə yazmışlar. Elə. Bir dənə türkçə yazan elə gedir gəlir Məhəmməd kimi başa düşmür ama o. Spəsdən. Başa düşmür, tanış. Ay Allah. Həqiqətən əl işlərini süpür. Az da yaxşı da aylın bildikdən ha. Ay Allah. Sən necə dinləyirsən ki, mən kompliment deyəndə. Şey edirəm. Ay qurbanı məşhur etdin də. Əcəb. Bir nömrəsini valla. Ay Gəl. Gəl. Yazıq Arzu çox gözəldir. Oxuyun. Yazıq Arzu. Arzu çox gözəldir. Oxuyun. Onu oxumayacaq. Dava zadı yazın. Orada söyüş söngür necə oxuyur. Bu xoşu gəlir söyüş söyləndə ki, onu oxusun. Məmmədi də itirdik. Gecə vaxtı müştəri bizi qırdı batırdı gülməkdən. Az TikTok kaçdan partladı aramıyor. Bəzarı gerdə qoyarsan. Ruber baza vuruldu ya strong. Strong. Mənim qohumum deyir ki, Bir dəqiqə fırla görməz. Bunu bilən əyri yapışdırmayın. Ermənistana göndərsələr, gelir deyir, şəhərli eləyib gələrsən, bir deyir, Kamazda karelük alıb gələrsən. Hamıyla deyir, dil dağılırsan. Mesajımı yoxumadın, səhv eləmədi. Boş saxla. Kəpənəyə Allah haqqı görməmişəm. Tövbə. Bu göm nə yazırsan ay bazı? Söndür onu, sonra oxu. Minut uçqu. Sən də bu yağın sonda üstündən çəkəsiz. Hə dana, hə üstündən kladnoy çəkəcək. Niyə strong? Zədəli idi dırnaqları ona görə. Mən bilmirəm strong nədir. Bazada. Nətər dərsliyiş, mənim sertifikatımı da vermədi. Sən örgənmədin ona görə. Allah götürməz. Örgənsəydin verərdi. Strong gel necədir? Strong gel. Az ərimizdə Dayan. ha. Bu. Belə tut. Fırla görək. Qəşəng oldu. Davay sən yandır. Hə. Strong gel. Niyə strong? Baza elədik biz. Hə, strong gel necədir? Əzim mən o gellərdən istifadə edəmirəm. Çünki Kitayın zay gelləridir. Gətirib sizə 3 manatlıq gelləri 10 manata, 15 manata soxuşdururlar. Söndür. Bəli, eşitdiniz. Söndür. Salam, belə dırnağını içi edirsiniz. Baxır adamına. Yox, baxmır adamına. Hamıya eyni qiymətdir. Burası qiymətlərlə bağlı WhatsApp-a yazın. Deyil ki, amber olacaq. Nə olacaq? Amber. Amber yox. Vыкладной olacaq. Amber pis söz dağı. Pis söz deyil. Amber niyə pis söz Mən olur? pisə yozdum. Hansından bəs? Ambre demək istəyir. Hansından alaq, hə? Amma ambre olmayacaq da. Tırnağınız qırılıb, hə? Hə, özü çox pis yerdən qırılıb da. Bəs hardan aldı? Yaxşı da dedin. Bəs hardan alırsınız top bazarı? Mənim Fornil Shopdan. Minutочку. Ömrə. Çünki mən Diamond'ın gellərini işləyəndə allergiya olmuşam. Opsiyan zayniyə çıxıb. Nə bilək, ged opsiyadan soruşdana. Vallahi mən opsiya ilə də işləyirəm. Hə, mən də köhnə partiyada indi təzə gələnləri bilmirəm. Gel hansından alaq? Fornelisdən. Добрый вечер, добрый вечер. Gel mən istifadə edirəm Atika Seed Molekula.
Gel hansıya, üst forma hansı yaxşıdır? Quzum, mən deyim də sizə ki, belə ki, mən hamısını işlədirəm. Məndə həm Camilla var, həm Fox var, həm gətir o birisini. Həm neydi bunun adı? Ready to go var. Həm Camilla var, həm Cooper var. Hamısından var. Çünki bütün əllər fərqlidir. Elə şeylər də, üst formalar da fərqlidir. Ay, bunu eləməliydim. Ürəyim, mən sən deyəndə yandır. Mən sən deyəndə yandır. Hardan gellər? Mən sən deyəndə, hələ yox. Donna Bella gelib. Yandır. İstifadə eləmirəm və istifadə edən xanımlardan yaxşı heç nə eşitməmişəm o haqda. Özüm istifadə eləmədiyimə görə də dəqiq məlumat verə bilmirəm. Məndən soruşun qızlar, Sid geli haqqında, məndən soruşun molekula haqqında, məndən soruşun Atika haqqında. Mən bunları işlədirəm. İşlətmədiyim gellər haqqında məndən soruşmayın. Əhməd də deyir ki, qızlar Temudan vurur. Nəyə vursunlar bazı? Gelləri yox vurmayın. Çünki baxın qızlar, internetdən siz gel alanda əgər o gelin keyfiyyəti yaxşı deyilsə, siz heç ara şikayət edə bilməyəcəksiniz ki, onun keyfiyyəti sizin xoşunuza gəlmədi deyə. İndi mən rus dilində oxuyacağım, qarnları ağrıyacaq. Arzu, xobri, kraski, prişli, kaki, krasni. Nədir? Арзу X ombre краска пришли, какие классные. Да, а я еще не видела их. А мне еще этот нужно, как у меня закончилось, значит, молочный цвет гель. И топка тоже мне нужно. Bu gellər de Türkiyədə var, hə. Türkiyədə bilmirəm, amma Türkiyəyə göndərirlər. Hə, Fornel Shop göndərirsiniz də. Da, я здесь. Süd geli hansı məsləhətlidir? Hamısı? Hansı? Süd geli. Süd geli, sid geli. Mən sid işlədirəm. Minutuçkuda, yox üst formalar. Orta 7-də, hə. Süd geli hansı məsləhətdir? Mən sid gelini işlədirəm. Çünki alt dırnağı göstərmir. Baxın, azdır, göstərmir. Yəni alt hissəni göstərmir. Gel neçəyə alırsınız? Gelləri Atikanın gelləri 16-15 manatdır. Dəqiq yadımda deyil. Sidin gelləri mən alanda 22 manat idi. İndi bilmirəm neçədir. Çünki mən çox götürmüşdüm. Az gör nə deyir? Pişu, Tati X. Nə deməkdir bu? Bir dəqiqə. Mən lağa qorxur yaz. Ruski yazışını. Bir dəqiqə qoy özüm oxuyum. Пишу, читайте X. Пишу, вы читайте X. Yazın deyir. Hal-hazırda hansı Yazın. formadır? Хорошо, в личку, да. Deyir şəxsiyə yazım deyim. Hə, хорошо. Hal-hazırda hansı üst formadır etdiyiniz? Cəmli yox, Camilla. Hayda, 100 dəfə deyirəm. Hə, baxın, indi mənim istifadə elədiyim Atikanın gelləridir. Hansı ki, içində çox belə nejni zəri var. Mənim xoşuma gəlir bu. Gətir. İndi göstərəcəm. Belə deyəm. Tərpənmə. Hə, 7 idi də. Hə. Bunun içində, bax, süd rəngindədir, amma içində çox belə incə zəri var və mənim çox xoşuma gəlir. Xodda. Deyir, üst formanı Temudan alın, süperdir. Yox, mən yenə də deyirəm, Temudan aldığınız məhsulları siz geri qaytara bilməyəcəksiniz. Hətta onun keyfiyyəti yaxşı olmasa belə. Bir dənə söz deyim. Ümumiyyətlə, Azərbaycanda üst formalar baha deyil. Söndür. Gəl mənə. Həm də ki, siz əlinizi vurursunuz, baxırsınız onun keyfiyyətinə. Amma Temudan gələn malları qaytara bilməyəcəksiniz. Orada keyfiyyəti zəif olsa da belə. Ümumiyyətlə, dırnağa aid olan məhsulları gözünüzlə görməmiş, əlinizlə toxunmamış almayın. Geldi, sonra üst formalardır. Bunlar elə bir şeylər ki, siz bunu gözlə görməlisiniz. Elə bilirsiniz ki, mən zakaz verə bilmərəm internetdən. Mən əvvəl zakaz vermişəm AliExpress olanda. Ali var idi, AliExpress. Elə idi də səhv eləmirəmsə. Qız səndən dirəşit deyir, oradan hər şey süper gəlir. Davay, kodla.
Və mən alanda deməli mən zakaz verdim məhsulların çoxsunun üstündə sroku yox idi. Yəni ki, neçə illik də istifadə edə bilərsən. Və gel-lakı çəkəndə dırnağın üstündə çürüyürdü. Başa düşdünüz? Amma orada baxırlar qablaşmaya, sal. Yəni orada keyfiyyətə baxmırlar. Mənim için görmürük deyir. Mən onu göstərmirəm canım mənim. O kursa gələn xanımlar onu görür. Bunu söndür. O incəliyi kursa gələn xanımlara göstərirəm. Amma mən hal-hazırda sizə mənim öz dırnağımın işləmə qaydasını göstərirəm. Sən burada ünvanı xətaya qoyubsan, niyə? Dəyişməmişəm də, çoxdan canlaşmıram axı. Mən sizə mənim dırnaqlarımın işlənməsini göstərirəm. Mən incəlikləri göstərmirəm. O kursa aid olan sualları qızlar burada cavablandırmıram. Nə də göstərmirəm. Bəli. Yəni siz baxmaq istəyirsinizsə ki, mən öz dırnağımı necə eləmişəm, ona baxırsınız. Dırnaqsız elə üst forma edirsiniz. Bəli, eləyirik. Üzünüzü neçəyə alıbsınız? Hədiyyədir. Qızlar bəyənmədim əslində. Getdim verdim. Sonra peşman oldum. Yine baş parmağıma taxmadım mən. Ad günümə hədiyyə eləyib də. Dedim, xoşum gəlmir. Artıq bir üzü yanmışam, verəcəm sənə. Sənin başın üçün elə. Fırla bir dəqiqə. Bir dəqiqə fırla belə göstər. Düz tut. Bax buradan düzdür. Mən tərəfdən uşa əyri görsənir. Bazı hansı yaxşıdır deyir. Mən istifadə eləyirəm. Bir dəqiqə bax belə. Mən istifadə eləyirəm Seed Fox molekula. Bunlardan razıyam. Eşitdim bir ay. Seed Fox molekula. Get yaz al. Fırla. Bir dəqiqə. Söndür. Hə, ekranı bəyənək uşaqlar. Qızılı nədir be dırnaqdakı? Toplamda kaç saat sürüyor bu işlem? Baxın, O görəcəksiniz. bakıyor sizin keyfinize. Siz Yox, keyfinə baxmır. O baxır sizin əl işinizə. siz oturup Sizə gələn müştərinin əllərinə baxır. Yəni elə əllər var ki, onlar çətin əllərdir. bize kofe böreğin yoktu. Siz kofede Ay Allah, bu qız nə qədər danışır. Bunun ağzına skoç vurum görəsən. Baxın, bir dəqiqə sakit dur. Əzim, sok içdən olar, arada sok iç. Yok da Hə, deməli qızlar, əl işi baxır dırnağa. Baxır əl işinə. Yəni dırnağın bitməsi. Yəni bunların hamısı vacib rol oynayır sizin işinizdə. Ekranı bəyənək uşaqlar. Rəhmətli yazır ki demeyin. Sen mən yazını oxusam rəhmətli. Dayan. Sən mənim izləyicilərimdən nə istəyirsən ay qız? Oxumayacağım o yazsın da. Oxuma. Elə ona elə lazım idi sənin oxuman. Minut ver. Alo. Mümkün. Alo. Alo. Ha, indi bitirir. Nə qədər çəkər Arzu? Yox, hələ bitirmirəm, hələ var. Çətin dırnaqlardır. Çətin dırnaqlardır. Gətir. Nədir ki? Bilmem, bir 3 saat çəkər. Biraz çəkər. Biraz çəkər. Biraz ondan çox çəkər də yəni. Bilmem, deyəcəm doktoruna. Nəyə görə deyirdim? Xodla. Olsa şofer gəlib aparacaq da özü. Şofer. Mənə deyir. Şoferim var da. Mənə deyir. Bacım, heç yadıma düşmür. Mənim bacımın maşını var. Söndür. Bacım öz aparacaq. Benzin pulunu verəsən. Mən ama qorxuram, sən. Qorxuram, sən. Qorxuram, sən. Qorxuram, sən.
Yox. Sən oradakiləri fokus Neyimə vermə, gərək? ağrıyır. Nəyimə gərək? Türk bacı, kardeşdir ki, baxırsan. Az nəyimizə gərəkdir? Dırnaq bizim deyil ki. Qoy incitsin səni, gəl. Aydın nətər döydüm. Все, indi sal aparata. Kör ol sən aydın. Bunları aşağı sal ki, cəmaat görsün də mən inirəm. Damcı belə. Bunları aşağı sal. Xanım qız. Evet, bədənə yerdə. Все. İndi sal aparata. Uzanıb. Axırıncı sən düzəltmişdin də dırnaqlarımı yadından çıxıb. Bənə. Söz biz işlədən, ay Allah. Türk abla, kardeş ülke o kadar beni üzüyor. O kadar gecişliyor, çalışıyor. Saç da gözəl, diş də gözəl, canımsan. Çox sağ ol. Bildiği xatirələr. Sən niyə paxıllıq eləyirsən? Sən də mənim üçün Nikasa, niyə paxıllıq eləyirsən? Hə, belə. Ekranı bəyənin. Fırla. Görsən Nigar da deyir, gecə eləyirsiniz. Ay Nigar, sən görmürsən burada biz neynədik? Tipsi deyil, ağı yapışdırıb yola salaq. Oy, hanım mənim ağ gelim. Hanım mənim təsbihim. Üstündən zəhər eləmirsən. Hə? Yox. İndi baxın qızlar. Görürsüz bunu bir dənə çəkin. Bu bizdə böyük rol oynayır, bəli. Bu Fox'dandır. Fornial Shop'da satılır bu da. Getir onu. İndi əsas məqama gəldik. Mənim dırnaqlarımı görürsüz də necədir. Eyni dırnaqları yığırıq. Qısqanma abla. Arkadan. İşitdin sənə deyir. Bəsi paxıllıq elədin. Eşitdim, oxumadım. Eşitdim, oxumadım özü. Gördüm, oxumadım denən. Ekranı bəyənək. O boyda geri olur, bacı. Hə? O boyda da geri olur. Olur da görmürsən. Bunu təmizləyim. O ağatdan eləmək olmaz. Yox. Sən ürəyinə tərsi elə. Bu nə tər ki texnika yaradır, sən də yarat. Daimi müştərinizdir, bəli. Amma ayət-i kürsü nə vardı az? Bu. Hazırda zər qalmadı ha, bala. Qalacaq, narahat olma. Bir olmaz üstünü soxla. Baxın, görürsüz bunun xətti nə boydadır. Bunu silirəm ki, bunu özüm çəkəcəm. Xoşuma gəlmir bunun xətti. Heç xoşuma gəlmir. Deyəm. Bunun xətti çox qısadır. Gərək evdə canlansın, mən də düzəldim. Niyə? Sən canın niyə? Aydan çaydan qavağa girdi, mən qaldım. Görsən, axır ki ay oldu. Aslan Allah, neyinirəm? Tozu da o da. Əlim də şişir, ayağım da şişir, gözüm də ağrıyır. Yaman pis sənət deyil bu. Qəşəng sənətdir. Xeyr. İşləyə bilən üçün. Cavanlara hə. Sən çıxarsan, o qışqırarsan da. Plan usta belədir, plan usta elədir. İkinci nikalıq eləyərsən.
Sen ne kadar Nikalı cındırıq deməkdir. Nikalı ne deyirsən cındırsan. Yox, mən demədim. Heç cındırlıqda. Yəni ona buna söz at qabağa get. Müştəri dırnaq ustasıdır. Bəli xanım. Pedikür edəndə də ayaq dırnaqları kəsdirəm birdən. Çünki ayaq krasovkada olur. Bir para dırnaqlar zədələnir. Bir-birinin belinə çıxır krasovkada. Ay gün belə. Ne vardı nasıl tırnağım? Az deyirəm krasovkada kimdir sən görəm. Ay Allah'ım ay Allah. Kışda adam şey eləyər az. Yenə yerde Vietnam kaynacadla. Ne bileyim ay kardeş ülke. Sorularını ver görək. Sen ambreymişsən. Bir dəqiqə sok iç. Oranı siftədən nə eləmişdiniz ki, yeri doldu ağgellə. Bu üst formanın üzü elədi. French kraskasıdır. Bəli. Bunun üstüne ne ettiniz? Necə etdiniz? Nəyi? Vitraj geldi ucuları. Var vitrajla geldi ama vitraj gel değil. Zərli gel. Ağ kraskadır. Bence olmaz. Əhmədli yazsı oxumayacağım. Ne istəyirsən sən o qızdan? Bu oje mi? Oje nə deməkdir? Kardeş ülkeye sor. Oje nə edirsiniz? Geldi belki. Bilmirəm. Kraska geldi. Kraska gel necə gedir türkləncə? Bu kraskadır abla. Tanıştım. Yarattın ne sən? Yalnız koy əlindən eləyim. Yani boyama. Yox, yox, lak deyil. Koy əlindən eləyim yaxşısı. Yüz Məhməddən axtarır. Kimi? Əl çək o Əhmədlidən. Baxın. Baxmaz. Sal aparata. Minutочку. Sal aparata. Bu cümle hoşuma gelecek. Arzu elə bil. Gətir. Ay Allah, buna var ya. Mənim başım da açıq dələkliyi. Sizin dilde nasıl söylenir bilmiyorum. Kusura bakmayın. Oje biz diyoruz. Bildik de bildik. Biliyoruz. Yox, kraska geldi. Kraska gel bilmirəm. Siz French'i nə ilə çəkirsiniz? Çekiyorsunuz denen. Sen ne yine sen Cemre diyor, ben Cemre diyorum, sen Kamila diyorsun. Çekiyoruz, gidiyoruz, geliyoruz. Hə, elə. Bu qırılmışığı biraz boş saxlasaydım mən də işləyərdim. Biliyorum evlisin. Seni bekliyor yuvan. Ayrılıp gitmelisin daha geçmeden zaman. Aşkı bulduk zamansız, ne yapsak da faydasız. Kavuşmamız imkansız, dayan yüreğim dayan. Gerdan'ın kardeş ülkesi şarkı da okudum. Fikir versən canım. 5 manatlıq səsi ilə şarkı oxudu sən. Evli birini sevirəm. Boş saxla. Hansı man diyor, bir dənə qoy qulaq asım. Az oxuyanda mən boğuluram. Evli birini sevirəm özdə. Hələ Nigar Ağcabədiliyinə toy yapar kişimizə. Nigarın yanında mənəm hər deyən adam mikrofon götürüb oxuyan biri. Bir dənə boş saxla da bu qırılmış bu. Götürüb Nigarın yanında toy yapar. Nə danışırsan? Kim tökülər bana? Nə danışırsan? Bak hazır üst formada. Yəni Nigar böyük adamdır, yoxsa necə başa Bana mı düşmədim? söylüyor şarkıyı? Yok öylesine içimden geldi abla. Az boş saxla, işləyə bilmirəm. Oh. Evli birini sevenlere geldi. Ben öyle şey eləmərəm. Az boş saxla.
Yandı başladı ye. Az bəsdir. Cücalan belə dana. Onu başqa cür eləyəcəm də, o xoşuna gəlməyəcək bundan eləsəm. Öyle birini sevirəm. Bizdən döyüb baxırlar. Uşaqlar ekranı bəyənin biraz. Ekran kaydı edirlər. Səhər cəmləni axtaracaqlar. Ülviyə namazı oxuyana mən boğulam. Məndə bunlardan da var. Hər şeyim var ya artıq. Prosta işlənmirsən, hə? Nə yapayım, yoldan tutum gətireyim. Salona çıx da ürəyim. Evdə oturub sənə kimdir gələn? Yeyirəm, dərdim Allah alır. Onda yaxşı olub sənə. Dərdimi Allah almayıb. Neçədir? Neçədir? Seni bekle baba, arzu bunu bırak. Güzeldir. Mənim üzümü deyirsiniz, qaranı, brilliantdır o. Hansız? Qara. Yaxşı da. Bəs bayaqdan niyə ağlayırsan uşağın? Uşağın vazgeçsin xarab eləmirsən bayaqdan. Senin brilliantı sonra deyirəm gümüşdür da. Oy, bir dəqiqə dayanın. Qara, hə, gümüş sahibəsi, itilindən qalmadı. Onun sırqasını da istəyirəm. Gözümə dəyməyib. Tapdım. Dayanaz. Bundan eləmirdim. Mənim adımı unuda bilərsiniz. Mənim adımı əsla. Neyini? Adımı unuda bilərsiniz. Durursan. Bunu düzəldim də, bunu. Bir dənə çöçələyə qoyarsan onu. Niyə onu elə şikəst qoydun ki, hamısını eləmədin? Demirəm, onu eləsəm xoşuma gəlməyəcək. Onun ağı bu hissəsi çox uzundur. Hə, olsa gödəldəcəm mənə. İstəyirsən gödəl, istəyirsən göstərilmə. Onun mənə heç bir dəxlisi yoxdur. Müştəri bacı neçə yaşınız var? 35. Gəncəcik qızım. Gəncəcik ilan vursun. Daşhaqqır demək nə demək istəyir? Özündən soruşarsan. Dudulya da yəni. Gəlsən aparsınlar pis danışım. Mən niyə yaparlar ki, sən yaparsın? Canlı pis danışım yaparlar. Əsas ərim var bacı, var bacı, var. 35 yaş, 22 yaş uşaq. 24 yaş böyük. 45 yaşım var. Bir dənə fırla baxım. Fırla. Tezərək getmişəm qızlar. Sal aparatam. Getir. İşte benim hayat hikayem. Bas sen niye bunu şikəst koydun, o bir araq elədin bunu qara? Qara eləmədim ürəyim. Olar ki, sən sok içib sakit oturasan. Hə, fisyo. Hə, üstünü laklayasan. Arada səni iki yerə bölmək istəyirəm. Prosta yadıma düşür ki, pul verəcəksən sonda. Harda de daha indi də. Bəsdir. Zaten kızıştırdım seni. Dedim az sen harcaya şehir gelirsen. Ay Allah boynum çömbür ay Allah.
Qurban olum Allaha. Mam deyir dilin sönməz. Ne dilin? Yatmaqdan deyir. Nə danışırsan? Fırla baxım. Tembel Fatmadır da bacı. Fırla. Maşallah Allah saxlasın. Çox sağ ol iki gözüm. Zövksüz yazıb o sera. Nə yazır? Zövksüz. Niyə zövksüz olur ki? Mənim dırnaqlarım zövksüzdür. Öz dırnağımdan yığıram da. Deyir qara xəttə gözəl göstərir. Deyir sok içilir özdə. Az yoxdur, sok da vermirlər. Gətir onu. O dırnağı gətir. Sokun mən demişəm. Gətir. Ciddi danışıyor. Bilmem de mən demişəm o sözü. Azı mən öyrətmişəm. Mən bu qızdan normal bir şey öyrənməmişəm. Xəbəriniz olsun. Özü kimi tərbiyəsiz şeylər. Ona yazmışlar yaz. Onu çıxardacaq. Onu çıxardacaq yazmışdılar. Kimi? Neyse uğurlar. Zövksüz yazansa uğurlar yazdı. Matematikten olmalı. Sal, gətir. Hadi ne tördüydüm o. Badini də deyəcəm sən də. Ne bu işim? Sen gəlib görmədin də mənim badimi. İndi gəlirəm də, gedib baxaram. Məni evə buraxmayacaqlar bu gecə. Canım. Siz gellərin keyfiyyətini yoxlamısınız? Gellərin keyfiyyətini mən yoxlaya bilmərəm. Çünki bizdə o belə deyək də laboratoriyalar yoxdur. Amma gellərin keyfiyyətini təsdiqləyən sənədlər var. Hansı ki laboratoriyalardan gəlir və həmin gellər hansı zavoddan gəlirsə, həmin zavodların sertifikatları var. Bu o deməkdir ki, artıq bu gellər belə deyək də qanuni yolla gəlir və qanuni yolla çıxan gellərdir. Yəni xırdalanda hansısa podvallarda yığılmır. Niyə yandırıb yoxlamırsan? Yandırmaqla gelin keyfiyyəti yoxlanılmır. Al nətər yandırırlar? Əzizim, yadında saxla. Geli yandırmaqla yoxlamaq olmur. Filfil oledən al. Heç kəs geli yandırıb onun keyfiyyətini deyə bilməz. Heç kəs. Bir adam nətər pijamada kurs keçir. Sən də yandır, Sağ ol. rekord qır. Gətir. Bir rolik paylaşılır, ona göre soruştum sizden. Bir de iyilemek lazımdı. Arzu xanım işləri möhtəşəm. Bir də it kimi eləmək lazımdır. Mən sizə belə bir şey deyim. Heç kəs geli yandırıb sizə onun keyfiyyətini deyə bilməz. Gel yananda onun içindəki tərkibində olan belə deyək də elementlərin adları çıxmır. Siz bilmirsiniz onun tərkibində nə var. Az neyinə lazımdır, element lazımdırsa tez elə. Yaman medallı döyürlər. İşte bir dənə ürək qalxmır, tıklamırlar. Ağac da yananda rəngini dəyişir. Bu deməkdir ki, ağac keyfiyyətsizdir. Bəyənin 10 milyondur, tez elə. Yəni bu boş-boş şeylərə qızlar başınızı qoşmayın. Mən sizə gelin keyfiyyətini bilməyi bilirsiniz, öyrədim, necə eləyə bilərsiniz. Hansı bir geli almırsınız, həmin o gelin hansı zavoddan gəldiyini təsdiqləyən sənəd olmalıdır. Həmin o sənədlə siz gelin keyfiyyətini belə bilərsiniz. Yəni ki, yadınıza saxlayın, peçatlı zavodların özlərinin, boş saxla. Peçatlı zavodların özlərinin sənədləri olur. Hansı ki, gel göndərəndə onlara verirlər ki,
burada Azərbaycanda gəlsin, lazımı orqanlardan keçsinlər. Misal üçün laboratoriyalardan keçsinlər. Nə bilim, belə şeylər var da, yəni incəliklər çoxdur. Əgər bunu sizə hər hansısa bir gel satan adamlar bunu göstərmirsə, əmin ola bilərsiniz ki, o gellər qanuni yolla gəlmir, fiksiv yollarla gəlir. Padval gelləri də. Sidgelinin padelkası var. İnsanların paddelkası olur. Deyirsiniz ki, Sidgelinin paddelkası olmasın. Sadəcə olaraq Sidgeli Azərbaycana Fornel Shop gətirir. Və onlardan başqa ikinci bir firma gətirə bilməz. Çünki onlar bu gellərin patentini alıblar. Bakının bir nömrə ustasısınız. Həmişə fərqli dırnaqlar düzəldirsiniz. Əladır valla. Arkadaki konuşan bayanın bu tırnaklar, evet. Fırlan. Bilirsiniz, bir dırnaq ustasısansa və yaxud da ki, sən hər hansısa bir təlimatçısansa, sənin yeniliklərin olmalıdır ki, nəsə örgədəsən. Əgər sənin yeniliklərin yoxdursa, anqırmağın yeri yoxdur. Nə də ki, onun bunun sal, bostanına daş atmağın yeri yoxdur.